Əziz dostlar, tamaşaçılar, hər vaxtınız xeyir olsun. Hamınızı Antalya Serik mahəlləsindən salamlayıram. Bu durduğum yer Antalya Serik Boğaz kənd mahəlləsidir. Və bugün sizə Orange Country Belek otelini göstərəcəm. Çox böyük oteldir, dənizə sıfır yerləşir. Dəniz qarşıdadır. Böyük ərazisi var otelin. Bəli, mən yerləşdiyim yer Serik Boğazkənd mahəlləsidir, amma otelin adı Orange County Belek kimi gedir. Çünki 5 ulduz oteldir. Çünki Belek qarşıdadır, çox yaxındadır. Belek yəqin daha populyar, daha məşhur bir yer olduğu üçün otelin adını Beleklə bağlı qoyublar ki, daha rahat olsun gələnlər üçün. Bu ərazi otelin park yeridir. Maşınlarınızı burada park edə bilərsiniz. Otel 2 dənə böyük korpusdan ibarətdir və indi içərisinə də daxil olub oteli sizə təqdim edəcəm. Belə çox otellər göstərmişəm sizə, bu da onlardan biridir və maraqlı bir yerdir. Biz də bir neçə gün burada istirahət edəcəyik, artıq ikinci gündür və hər şey qaydasındadır. İnşallah daxil olub sizə təqdim edəcəm. Bu arada onu da deyim ki, Orange County Belek Alanya'da da var. Orange Country Okurcalar Alanya gedir. Orange Country Kemer'de var. 3 tane otelləri var. Kemer, Alanya və Belek. İndi isə qalxıram yuxarı və içəri daxil olacağım. Bura otelin tam giriş hissəsidir. Maşınınız da oradan daxil olub, əşyaları burada sizdən təhvil alacaqlar. Artıq ayın 13'ü yeni il havası olduğuna görə, burada da Happy New Year bayramı təbrik edir otel rəhbərliyi. Gözəl, rəngbərəng animasiyalar var. İndi içəri də qəşəng bəzənilib. Hətta hovuzun kənarında yol kaşam ağacı da qurulub. Buradan sizə Azərbaycan bayrağını da göstərmək istəyirəm. Və bu tərəf sola doğru və arxaya tərəf hər yerdə otellərdir. Dənizə sıfır olan böyük otellər yerləşir. The Land of Legends buradan maşınla 15-20 dəqiqədir. İndi isə içəri daxil olaq, otelin içine baxaq. Merhaba. Kolay gelsin. Sağ olun, teşekkürler. Merhaba. Nasılsınız? İyiyim, sağ olun, nasılsınız? Azerbaycanca konuşuyorum. Bütün Azerbaycan'dan bizi seyrediyorlar. Azerbaycan'ın güzel ne demek? Azerbaycan güzel? Yakışı mı demek? Azerbaycan güzel, evet yakşı demek. Yakışı demek Azerbaycan. Kardeş ülke. Teşekkürler. Otaklarımız güzel. Tam Azerbaycan misafirlerimiz için uygun bir otaktır. Teşekkürler. Rica Şimdi ederiz. bütün oteli göstereceğim. Tabii, buyurun efendim. Sağ ol, kolay gelsin. Bak bu əziz dostlar, Orange otellerin simvoludur. Bütün otellerin üzerinde dəyirmana rast gəlmək olur. İçeri daxil oluruq. Merhaba, nasılsın kardeşim? Burada güleriz bir dostumuz var. Ali efendim. Ali buradadır. Ali sizi karşılayır. Her şeyi, sorulara cevap verir, valizlere yardımcı olur. Her konuda yardımcı oluruz efendim. Teşekkür ederim. Şöyle Teşekkürler. Güzel sürelerimiz var yılbaşı aktivitesi için. Sağ ol. Kolay gelsin. Teşekkür ederim. Böyle aziz dostlar bu tarafta. İsterek. Otelin bura giriş lobi hissədir. Burada reception'dır. Sol tarafta. Sürətli şəkildə sizə otaqları qeydiyyat aparacaqlar. Demək əziz dostlar, bir korpus sol tarafta qalır, digər korpus sağ tarafta qalır. Aşağıda spa, her şey var. Hamısını yavaş-yavaş baxacağıq. Bu video biraz uzun ola bilər. Facebook, Instagram 14-15 dəqiqədir. Tam videoya YouTube'dan baxa bilərsiniz nə qədər olacaqsa. Belki 20 dəqiqə, 25, 15 bilmirəm, amma burada çox şey var. Hamısını göstərməyə çalışacağım. Gəlin əvvəlcə yuxarıdayken otaqlar olan qismi göstərim. Düz otaq göstərməyəcəm. Otaqlar da hamısı səliqəli, təmiz. Yəni barı falan dolu olur. Hər şey yüksək səviyyədə, normal. Gözəl bir oteldir. Baxın buradan
sağ tərəf korpusa gəldim. Orada 2 dənə lift vasitəsilə yuxarı mərtəbələrə çıxırsınız. Yəni qarşıda da var. Buradan ibarət deyil, qarşıda da var. Nömrələr 300-dən çox nömrəsi var bu otelin. 300-dən çox otaq var. Çox böyük hovuzlar var. Öz çimərliyi var. Axıra qədər izləyin. Hamısını tək-tək göstərəcəm. Əvvəlcə binanın içində olan aktiviteləri, qapalı hovuz, oyun yeri, nə varsa göstərim. Sonra çıxacağım ərazisinə. Ona görə video uzun olar. Facebook, Instagram 14-15 dəqiqə. YouTube'dan sona qədər izləyin. Bəlkə nə vaxtsa otel axtarışı etsəniz, bu oteli bəyənərsiniz, gələrsiniz bura. Bax, bura enən kimi burada çoxlu mağazaları var. Nə çatışmayan bir şey olarsa bura gələ bilərsiniz. Buradan ala bilərsiniz. Buradan arxa tərəfə gedirəm. Görə orada nə var. Arxa tərəfdə burada uşaqların oyun yeri var. Buranı da göstərim sizə. Merhaba abi, kolay gəlsin, nasılsınız? Qardaş da burada animasiya şefidir yəqin ki. Doğru. Evet. Axşam çox iyi idi, çox bəyəndik. Axşamlar çox gözəl əyləncələr təşkil edirlər. Lato oynanılır. Uşaqlar üçün onu da indi göstərəcəm. Burada gündüzlər saat 5-ə qədər çalışır. 12 yaşa qədər olan çocuklar burada əylənə bilərlər. Burada da biraz qarşıda The Colors Night Club var, gecə klubu. Bu tərəfdə isə meeting rooms, toplantı otaqları, iclas otaqları keçirdə bilərsiniz. Buradan da qaydırıq arxaya, orada spa bölməsinə baxaq. Çox böyük spası da var, qapalı havuzu da var, sauna, hamam, hər şey var. Yol üstü. Bura foto studiyadır. Fotoğraflar çəkmək istəsəniz, qardaşa yaxınlaşın. Burada olan istirahətinizi yaddaşlara həkk eləyərlər. Burada da mex koja və burada da qızıl mağazası. Bu tərəfdə də lift vasitəsilə aşağı enib, birbaşa bura mən nərdivanlarla endim. Davam eləyək, gedirik spa tərəfə. Spa bölməsinə tərəf baxaq. Burada Yaşam Hospitalının kabineti var, tibbi xidmət və spaya daxil oluruq. Spalarda da hər yerdə olduğu kimi hər şey ücretsizdir, sadəcə masaj ücretlidir. Baxın, burada qiymətlər yazılıb, amma yenə də siz yaxınlaşırsınız bura, abi buradadır. Abi merhaba, kolay gəlsin. O qiymətləri hər cürə sizə başa salır, təqdim eləyir. Masajla bağlı. Deyirəm, hər şey ücretsiz, sadəcə masaj üçün sizi bulsunlar. Siz hər türlü yardımcı olacaqsınız. Oluruz tabii ki. Kolay gəlsin. Seni de gezebilirsiniz. Teşekkür ederim. Gösterelim. Böyle devam eləyək biz yavaş-yavaş. Burada sauna, steam room, buxar otağı. Daxil olanda sizə havlu, yəni dəsmal kartları verilir. Kartı bura verib havlunu, dəsmalı alıb daxil olursunuz bura. Burada qadın soyunma otağı, kişi soyunma otağı və devam edirik. Bu hissədə 2 dənə sauna var, bir dənə buxar otağı var. Artıq açıb göstərmirəm. Bura isə hamamdır. Türk hamamı. Türk hamamı oradadır. Yenə daxil olmuram, insanlar var. Narahat eləməyək. Hər yerdə, hər otaqda, hətta soyunub geyinmə otağında da duş var. Burada da belə suları qoyublar. İstəyən su içir. Bu hissədə isə solda və sağda fitnessdir, fitness center. Burada əgər yeyirsiniz, içirsiniz və
idmanla da məşğul olub çəkinizi qoruya bilərsiniz. Və bir qismdə alətlər qarşı tərəfdədir. Yəni nə lazımdırsa hər şey var. İndi isə daxil olaq havuza. Bura bizim qapalı havuzumuzdur. Böyük qapalı havuzdur. Böyük yəni orta. Orta. Havanın temperaturu, içərinin temperaturu, suyun temperaturu normalara uyğundur. Burada da əngəlli qardaş və bacılarımız üçün müxtəlif onların suya girməsini asanlaşdırmaq üçün alətlər var. Onları da nəzərə alıblar. Və uşaq havuzu və böyük hovuzdur. Dərinliyi 1.40-dır. Və spa bölməsi gördükdən sonra çıxıram çölə, yenə davam edəcəm. Belə əziz dostlar, spadan çıxdıq və otelin içinə doğru davam edirik. Burada afişalardır, hansı nə olacaq, saatı, yemək saatı, əyləncə saatı, şovlar, diskoteka, hamısı vaxtlar orada qeyd olunur, bütün otellərdə olduğu kimi. Və yeni ilə görə belə otel bəzədilib. Bura isə istirahət yeridir. Merhaba. Baxın, burada belə böyük bir bar var. Burada yaxınlaşırsınız, axşam nə lazımdır, içkilər verilir. Orada lavazanın kofe filan bölməsi var. Dünən axşam buradan qısa videolar paylaşırdım. Bugün də paylaşaram. Bugün canlı musiqi dedilər olacaq. Qəşəng rahat oturacaqlar. Rəngbərəng. Və burada gözəl səhnə var. Bütün animasiyalar, əyləncələr, uşaq diskotekası filan hamısı burada keçir. Həm uşaqlar, həm böyüklər gözəl vaxt keçirir. Bu isə bizim restoranımızdır. Restoran ismi Arya restoran adlanır. Arya. Hal-hazırda yemək saatı bitməkdədir artıq. 14:30-a kimi. Yəni də daxil olun, belə uzaqdan göstərim. Sonra insanları narahat eləmədən çıxıram. Yeməyin bitmə saatidir artıq. Buradan çıxırıq çölə. Havanın temperaturu bugün 21-22 dərəcədir. Bu tərəfdə restoranın çöl hissəsidir. İstəyənlər burada da əyləşir. Bu tərəfdə isə patisser var. Qarşıda gedək baxaq, orada şirniyyatlar, çay, içkilər alıb burada otura bilərsiniz. Patisser. Göstərək. Və belə bir maraqlı, qəşəng yer var. Monitorlar filan, hər şey. İstədiyiniz vaxt gəlirsiniz. Burada da öz çalışma saatları var. 11:00, 17:00-ə qədər. Hələ ki şirniyyatlar yoxdur, götürülüb. Yəqin birazdan olacaq. İndi isə çıxırıq əraziyə baxmağa. Belə qapıdan çıxan kimi qarşımıza gözəl bir balaca körpü çıxır. Bu tərəfdə kaydıraqlar, sürüşkənlər. Hovuzlar böyükdür. Bu tərəfdə də böyük hovuz var. Çıxaq körpü üstünə, daha yaxşı görəcəyik. Axşam qəşəng işıqlandırma sistemidir. Hər yerdə işıqlar var. Baxın, hovuzlar böyükdür. Orada qəşəng şəkil çəkdirmək üçün fotozona eləyiblər. Hovuzun bu qismi daha böyükdür. Hələ də şezlonglar, baxın, insanlar günəş şüaları qəbul edir. 2-3 gündə hava çox istidir. Və otelə buradan baxsaq, birinci korpus, ikinci korpus, yenə də dəyirman ortada. Otel bu şəkildədir. Dənizə 0, Orange Country Bələk. İndi isə
Baxaq qarşıda nələr var. Burada yolka qurulub, şam ağacı. Orada da bir balaca kafe var. Orada deyəsən çalışmır. Burada da uşaqlar üçün yayda çox yer artıq bağlıdır. Çox yer bağlıdır çünki adam azdır oteldə. Yəni necə azdır? Qış üçün normaldır. Yay üçün azdır. Ona görə çox yerlər bağlıdır. Buradan belə göstərim uşaqların əyləncə yerini. Bu tərəfdə böyük səhnə var. Müxtəlif kiosklar, butqalarda dondurma, burger və s. yayda bunlar hamısı açıq olur, çalışır. Pasta, snack bardır, burger. Və ona görə burada çox vaxt itirmədən çıxıram yola dənizə tərəf. Buradan daha yaxşı görsənir, buranı görsədim. Uşaqlar burada yayda kef edirlər. Dənizə gedən yol bağlıdır. Buranı təmin edirlər. Orada uşaqların açıq havada oynaması üçün yer. Birazdan göstərərəm. Otelin ərazisi yetərincə böyükdür. Böyük oteldir. Çox yeni otel deyil. Burada çox yeni oteller açılır. Amma özünə görə normal bir otel deyə bilərik. Bura yaxşı oteldir. Baxın, korpuslar qaldı arxada. 2 korpus, oradan çıxırsınız. Oradasa 100-150 metr qabağa. Və orada uşaq yeri gəldi, çıxdıq plaja. Saat 14:35. Burada da bardır. Aparat var, çay, kofe, sular var. Və tərtəmiz qum. Baxın, bizim otelin sakinləridir. Günəş şüaları, dənizdə dalğa yoxdur. Bu da bizim pisdir. İndi yığışdırılıb. Yayda açırlar. Qumu çox gözəldir. Ümumiyyətlə Belekdə dənizdə qum çox yaxşıdır. Otellərdə daha da yaxşıdır. Çünki şəxsi otelin ərazisidir. Baxımlıdır. Burada kabanalar olurdu yayda. Üstünü bağlayırlar. Əlavə ücrətə buraxırlar insanları ora. Mən dənizə yaxınlaşmaq istəmirəm. Çünki ayaqqabı ilə quma girmirəm. Buradan göstərim. Bizim ərazi bax oradan bax belə hamısı bizim otelin ərazisidir. Burada da kamera müşahidələr hər yerdə var. Böyle insanlar istirahat edirlər. Belə uşaq yerinə də baxaq. Uşaqlar üçün nə var burada? Bu barın da adı Sunset Beach Bar adlanır. Arkada qaldı. Burada da bir dənə ürək şəkili. Orange County Belek fotosu. Hava yaxşı olduğuna görə çöldə də uşaqlar oynayırlar. Qapalı yerdə də oynayan var, burada da. Bəli, bu da uşaqlara gözəl vaxt keçirməsi üçün yaradılan şərait. Belə əziz dostlar, tamaşaçılar, bacardığım qədər otelin hər tərəfini göstərməyə çalışdım. Tam da olmasa, ötəri də olsa, amma videomuz tam-tamına 20 dəqiqə alındı. İzlədiyiniz üçün təşəkkürlər. Ümid edirəm ki, bəlkə kiməsə bu video gələcəkdə lazım olar.
Buradan bir şey görürəm, onu da göstərim. Baxın, orada qırmızı dəmirin üstündə ölkə adları var. Yuxarıdan 2, 3, 4, 5-ci Azərbaycandır. Ben görürəm, mən yaxınlaşdırım, göstərim. Bakın, Azərbaycan. Yani Azərbaycan zaten Türkiyədə qardaş ölkədir, çox sevirlər. Burada da bizim bayrağımız, adımız hər yerdə yazılıb. Belə yavaş-yavaş videomu yekunlaşdırım. İnşallah növbəti videolarda görüşənədək sağ olun, var olun.